Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər. Bu ayə bizə öyrədir ki, həqiqi güc nə insanlarda, nə də maddi imkanlardadır. Əsl güc Allahın yardımındadır. İnsan bəzən planlarına, gücünə və imkanlarına güvənir, amma nəticəni müəyyən edən yalnız Allahdır. Əgər Allahın yardımı varsa, ən çətin işlər belə asanlaşar. Amma əgər bu yardım yoxdursa, ən güclü dəstək belə fayda verməz. Bu ayə həm də təvəkkülü öyrədir. İnsan əlindən gələni etməli, sonra isə qəlbən Allaha güvənməlidir. Çünki həqiqi qələbə yalnız onun izni ilədir.